bizim xalq olaraq dili mənimsəmək kimi bir xüsusiyyətimiz var. Biz İngiltərədə ingiliscəni ingilisdən yaxşı danışarıq, rusdan daha yaxşı rusca danışırıq. Bəli, türkcən daha yaxşı. Yəni biz bu şeyləri çox süngər kimi bunu hopduran bir xalqıq. Amma yaxın qonşularımız gürcülər, ermənilər elə deyirlər. Onlar da bizimlə eyni tarixdə 1920-ci ildə ondan da qabaq Çar Rusiyasında Rus əsarəti altında olublar, amma dillərində ləhcə əməli başlı bilinib. Bizdə isə 99,9% hallarda insanlar rus dilini rusdan daha yaxşı danışmağa cəhd ediblər. Qısa bir tarixi oçerk verəcəm. 80-ci illərin əvvəllərində SSR konstitusiyası dəyişdirilməli idi. Konstitusiyada hər ölkə, deməli ümumi SSR konstitusiyasına əlavə hər ölkənin öz konstitusiyası dəyişir. Və orada bir maddə əlavə olunur. Hər ölkənin dövlət dili götürülür. Yazılı olaraq məsələn Gürcüstan SSR-nin dövlət dili rus dilidir. Postsovet ölkələrindən yeganə ölkə Gürcüstan olur ki, professorlar başda olmaqla mitinqlər başlayır. Ordu yeritməyə çalışırlar. Bu vaxt Eduard Şvarnadze artıq mərkəzdə çalışırdı. Komünist Partiyasının mərkəzi bürosunda çalışırdı. Ordu yeridilir ora, hətta ölənlər olur. Və bunu konstitusiyadan çıxardılar. Gürcü konstitusiyasında Gürcü dili olaraq göstərilir. Digər heç bir ölkə buna etiraz etmir. Və o vaxtdan bu yana, baxın, Sovet dövrünə söhbət gedir. Gürcü dili günü məhz həmin tarixdir Gürcüstanda. Sovet hələ dağılmamışdı, 80-ci ilin əvvəli qılıncın sağı da kəsir, solu da kəsir. Bəlkə biz deyirsə gedirik xaricə, xaricdə mütəxəssis kimi qayıdır, amma Azərbaycan dilini bilmir. 13 yaşından ara gedib. Bəlkə biz özümüzün əlinin bir çox sevdiyi bir kəlmə var. Bizim aidiyyət problemimiz var. Biz hələ də özümüzü hara aid etdiyimizi bilmirik. Biz bilmirik Asiyalıyıq, biz bilmirik Türkü, biz bilmirik Avropalıyıq, biz bilmirik Azərbaycanlıyıq. Hələ bunu tam olaraq özümüz dilimizlə bağlı da müəyyənləşdirə bilməmişik. Bəlkə bizim aidiyyət problemimiz var. Ona görə Çar Rusiyası gələndə gəl biraz ona oxşayaq. Türk gələndə indi hamı bir-birindən abi, hocam deyə müraciət edir. Səudiyyə Ərəbistanda təhsil alıb gəlmiş şəxslərin yanına gedib dini öyrənən adamlar bir-birinə əxi deyir. Yəni biz özümüzü harasa aid eləməyə çalışırıq. Və ya məsələn indi bilmirəm, bəlkə çoxlarının xoşu gələr, gəlməz, bu başqa məsələdir. Niyəsə görə bizdə din xadimləri mənsub oxuduqları ölkənin təhsil aldığı din xadimləri kimi geyinir. Məsələn, İranda təhsil alıbsa, oranın din xadimləri kimi geyinir. Ləhcələri də elə olur. Yəni o İran ləhcəsidir ki, Şiə ləhcəsidir. Əgər gedibsə ki, tutaq ki, Ərəbistanda təhsil alıbsa, ərəb kimi geyinməyə başlayır. Məsələn, mən görmüşəm, təzə şeyə başlayıb ərəb əbası, qışın soyuğunda da ərəb əbasında gedir. Səhrada geyinən geyinmirsən, Bakıda geyinmirsən. Bəlkə bizim aidiyyət problemimiz var. Möhtəşəm 100 il. Məncə bu seriala Azərbaycanda çox adam baxıb. Düzdür, həqiqətən vaxtım olmadığı üçün izləməmişəm. Əminəm ki, möhtəşəm əsərdir. Amma çoxlu fraqmentlərə baxmışam. Orada istifadə olunan sözlərin əksəriyyəti ərəb-fars kəlmələridir. Həmin kəlmələri biz indi də işlədirik. Əgər o 70 milyondan çox türk əhalisi o seriala baxanda dili başa düşürdüsə, deməli Azərbaycanlının danışdığını da başa düşəcək. Necə olur? Biz bir türkü görəndə o dəqiqə keçirik türk dilinə. Halbuki Azərbaycan dilində danışsaq, uzaqbaşı bir neçə kəlmədə tərəddüd yarana bilər. Hətta bəzi sözlər yanlış anlaşıla bilər. O da ki, istisnadır. Onlar əslində bizi başa düşürlər. Mən bu mənada sizlə razıyam. Onlar bura gələndə Azərbaycan dilində danışmağa cəhd etmirlər. Amma biz heç Türkiyəyə getmədən burada bir adam görən kimi, türk görən kimi sanki ona özünü daha yaxşı hiss elətdirmək üçün keçirik onun dilinə. Bu bəlkə də bizim yaxşı insan olmağımızdan qaynaqlanır. Biz axı çox qonaqpərvərik. Dünyanın hansı mütərəqqi ölkəsində görəsən bir ana uşaqlarından konfeti, qozu, fındığı gizlədib saxlayır ki, evə qonaq gələcək. Əminəm sizin də evinizdə belə olub. Anam ən qiymətli şeyləri hardasa gizlədib saxlayırdı ki, nə var, evə qonaq gələcək. Nə vaxtsa gələcək. Ən bahalı qablar toxunmayın, qonaq gələndə çıxarılırdı. Mən həmişə fikirləşirdim ki, böyüyəcəm və bu məsələnin kökünü qazıyıb tullayacam. Belə şey olur. Ən yaxşı şeylər mənə və ailəmə aiddir. Qonaq gələndə nə gözəl. Evdə nə varsa qoyaram, pulum varsa gedərəm alaram, olmazsa
Allah'a şükür, şor pendir, göyərti çörək. Yəni biz xidmət eləməyi xoşlayan millətik. Ona görə haqqımızda qonaqpərvər deyiblər. Bəlkə elə özpərvər olmaq yaxşıdır. Deyəcəklər özpərvər sözü yoxdur. Yəni başqa sözlərin sonunda bu pərvərləri artıra biliriksə, bayaq sizin çıxışınızın əvvəlində, məncə bu kəlməni də deyə bilərik. Bəli, biz biraz da mövzunu konkretləşdirsək, dil mövzusunda başqalarına xidmət etməyə çalışırıq. Yeri gəlmişkən abi, bir də hansı kəlmə dediniz? Hocam, abi. Abi, ağabey sözünün qısalmış formasıdır. Ağabey desəm xoşuma gəlir. Ağabey. Doğru. Hoca isə yəqin Nəsrəddin Xoca eşitmisiniz. Bizdə o xoca formasında var. Elə bil ki, mentorun keçmiş versiyası. Mentor əgər tapılarsa həqiqətən 2 aylıq kursu bitirmiş, onlayn dərs almış adamlardan söhbət getmir. Adamın dərviş sayağı böyük bir həyat təcrübəsi var. Belə adamdan söhbət gedir. Bir insanın həyatında mentorun olması yaxşıdır. Əgər bağçada və ya orta məktəbdə, ən pis halda universitetdə bizim uşaqlarımızın və gənclərimizin heç olmasa bir mentoru olsaydı, onlar zamanında başa düşərdilər ki, hara aiddir. Nə qədər kədərli əhvalatdır. 4 il oxuyursan, soruşursan ki, sən kim olacaqsan? Daha mütərəqqi cəmiyyətlərdə bəlkə də uşağa 6-7 yaşından sual verəndə öz ağlınca dərk eləyir ki, mən kim olmaq istəyirəm. Adam 4-cü kursu bitirir, bilmir kim olacaq. Ondan sonra biraz ofisant işləyir, biraz nə bilim orada burada, ən pis halda taksidə qoşulur, o müəyyən xidmətlər var onlara. Bu çox kədərlidir.